Cüt əkilməsi mütləq, cüt əkilməsi tövsiyə olunan və cüt əkilməyə ehtiyacı olmayan ağaclar barədə danışmaq istəyirəm. Əgər maraqlıdırsa, çevirməyin, izləmədə qalın, biz başlayaq. Ay, yenə batdım. Salam bağbanlar və bağ həvəskarları, hər birinizi salamlayıram. Dediyim kimi, cüt əkilməsi mütləq, tövsiyə və ehtiyacı olmayan ağaclar barədə danışacağım bu videoda. Başlayaq. İlk növbədə cüt əkilməsi mütləq olan ağac. Bu, püstə ağacıdır. Birincisi, püstə ağacıdır. Püstə mütləq şəkildə cüt əkilməlidir, çünki püstə ağacının erkək və dişi ağacı olur. Əgər həyətinizə püstə əkmisinizsə, illərdir onun məhsulunu görmürsünüzsə, bu o deməkdir ki, ağacınızın cütü lazımdır. Bu ağacın cütünün erkəyin və yaxud dişinin fərqlənməsini bununla məşğul olan adamlar bilirlər, onun çiçəyindən müəyyənləşdirirlər və Abşeronda da var elə bir bağban var, elə bir təşkilat var ki, püstənin yetişdirici ilə məşğul olurlar. Beləliklə, ilk növbədə cüt əkilməsi olan ağac püstədir. Dediyim kimi, erkək ağacı olur və diş ağacı olur. Mütləq şəkildə cüt əkilməlidir. Növbəti keçək. Bu kividir. Kivi kolu mu deyim, ağacı mı deyim, kola daha çox oxşuyur, kola daha çox meyillidir. Ona görə elə deyək kivi kolu. Əgər ağacdırsa, şərhlərdə yazın kivi koldur, yoxsa ağacdır. Kivinin də erkəyi və dişi şitili olur, kolu olur. Ona görə də kivi əkmək istəyirsinizsə, mütləq şəkildə onu da bir neçə dənə əkməlisiniz. Bir erkək kivi şitili 6-7 kivi şitilini tozlandırmağa kifayət eləyir. Abşeronda bitir, burada Nardaran zonasında var, həyətində saxlayanlar var və bilirsiniz ki, kivi bizim Azərbaycanın cənub zonasında yetişdirilir və hətta Lənkəran zonasının kivisi də satışa çıxarılır. Çox gözəl də, məhsul da verir. Siz də əkə bilərsiniz, amma yaddan çıxarmayın ki, mütləq şəkildə kivi cüt əkilməlidir. Cüt də deyil, bir erkəyə bir minimum deməyim, maksimum 6-7 dişi kivi şitili əkməlisiniz. İndi keçək, əgər yadımdan çıxdısa, hansı ağac daha var ki, cüt əkilməlidir, onu da siz şərhə yazın. Mütləq şəkildə növbəti videolarda onu qeyd edəcəm. İndi keçək, cüt əkilməsi tövsiyə olunan ağaclar. Qoz ağacı və fındıq ağacı. Bilirsiniz, bunların erkək və dişi çiçəkləri fərqli olurlar, fərqli zamanlarda açırlar və erkək çiçəyinin açılması zamanı hava şəraitinin uyğunsuzluğu onların tozlanmasının, yəni tozlanması demək, erkək çiçəyinin tam tozlanmaya hazır olmasının qarşısını ala bilər deyə, nəsə bir maneçilik törədə bilər deyə, istər qoz ağacı olsun, istər fındıq ağacı olsun, bunları həyətinizə cüt əkməyiniz tövsiyə olunur. Cüt əkilməsi tövsiyə olunan ağaclardan növbətisi karalök ağacıdır. Bilirsiniz, bəlkə də fikir vermişsiniz həyətində karalök olanı, onun da çiçəyi, erkək və dişi çiçəyi bir-birindən fərqlənir. Və hətta karalökün əgər tozlanması yaxşı olmayıbsa, düzgün getməyibsə, keçən il şirin, qəhvə rəngdə məhsul verən karalök ağacınız bu il ağız büzən və yaxud da tam şirin olmayan, qəhvə rəngdə olmayan bir meyvələr verəcək. Başqa bir şey əlavə eləyim, karalökün bu şokolad adlanan sortu üçün cüt əkilməsi mütləqdir. Sonra gedək siyahını davam edək. Cüt əkilməsi tövsiyə olunan almadır, armuddur, gilaslardır və bunların bəzi sortları var ki, onlar üçün cüt əkilmə mütləqdir. Hətta belə bir şey deyirlər ki, belə bir məlumat var ki, sort
alma olsun, armud olsun, gilas olsun, bunlar üçün yanında bir cır ağac əkilməlidir. O zaman tozlanma gözəl gedir, tozlanma yaxşı olur və məhsuldarlıq daha da çoxalır. Bu siyahını çox uzatmaq olar. Son zamanlar videolarım fikir verirəm ki, 10 dəqiqənin üstündədir, ona görə çox uzatmayacağım. Amma yenə də siz istəyirsinizsə, bu öz fikirlərinizi, öz şərhlərinizi yazın bu şərh bölməsinə ki, hansı ağac da tozlanması üçün, yaxşı tozlanması üçün cüt əkilməsi tövsiyə olunur. Keçək cüt əkilməsi tövsiyə olunmayan, yəni ehtiyac olmayan ağaclara. Bu ağac əncirdir, nardır, tutdur, ərikdir, şaftalıdır, zoğaldır, sitrus ağaclarından limondur. Bunların özlərinə elə bir dənəsini həyətinizə əksəz, o kifayət eləyir ki, onlar özlərini tozlandırsınlar. Ümumiyyətcə, bu tut dedim, tutla bağlı qısa bir haşiyə çıxım. Tut ağacını əgər həyətiniz böyük deyilsə, həyətinizə əkməyə tövsiyə etmirəm. Çünki görmüsünüz, tutun kökləri çox şaxəli olur, çox üzdə olur. Hələ evə yaxın əkilirsə, evin fundamentinə, evin sütununa təsir etmə iqtidarına malik olan bir ağacdır. Yəni kökü çox güclüdür. Nar dedim. Nar ağacı ilə bağlı da qısa bir haşiyə keçim. Nar dekorativ ağac və yaxud da kol sayılır və sentyabr ayına qədər çiçək açır. Yəni onun üzərində hər gördüyünüz çiçəkdən meyvə formalaşmaya bilər. Ümumiyyətcə, meyvə ağacları açdıqları çiçəklərin yalnız 10%-dən meyvə formalaşdırırlar. Belə, demək istədiyim bu qədər idi. Bundan qabaqki videoya baxmamısınızsa baxa bilərsiniz. Bundan qabaqki videomda mən bir-birinə yaxın və yaxud da yanaşı əkmək tövsiyə olunmayan, bir-birinə mane olan ağaclar barədə video çəkmişəm. Orada ağaclar arasında məsafəni də sizə demişəm, hansı ağaclar arasında məsafə hansı cür olmalıdır. Ondan qabaqki videomda isə ağacların payızda və yaxud da yazda hansı ağaclar payızda əkilir, hansı ağaclar yazda əkilir, üstünlükləri, mənfi cəhətləri barədə danışmışam. Videonun sonunda onlara keçid qoyacağam. Əgər bu video sizə maraqlı gəldisə, buralarda hardasa bəyən düyməsi var, onu tıklayın. Şərhləriniz dediyim kimi, mənim yadımdan çıxanları siz zəhmət olmasa şərhə qeyd edin. Çünki beynimdən danışıram, neysə deyirəm, neysə yadımdan çıxır. Siz də şərhlərə yazın, hansı ağaclar mütləq şəkildə cüt əkilməlidir, hansının cüt əkilmə ehtiyacı yoxdur. Mən alma, armud, karalok haqqında dedim ki, bunlar sonra qozdur, fındıqdır, bunlar haqqında dedim, gilas haqqında dedim ki, bunlar cüt əkilməsi tövsiyə olunur. Hansını yadımdan çıxdısa, siz zəhmət olmasa şərhə əlavə edin. Belə, demək istədiyim bu qədərdir. Bundan sonraki video isə ağaclar əkilərkən vurulan dirəklər nə üçün vurulur və nə qədər qalmalıdır? Nə vaxt çıxarılmalıdır? Bu barədə olacaq. Maraqlı gəldisə bu məlumat sizə, növbəti videomu da izləməyi unutmayın. Sağ olun.